Tərəvəz, bostan məhsulları, meyvə, gilə meyvə burada vəziyyət müsbətdir. Tərəvəz üzrə 107% özümüzü təmin edirik və 214 min ton ixrac edirik. Daxili istehsal isə 1 milyon 770 min tondur. Bostan məhsulları istehsal 460 min ton, ithal demək olar ki, yoxdur. İxrac 18 min ton, 104%. Meyvə, gilə meyvə 140%. Təminat, istehsal 1 milyon 400 min ton. İthalda var təbii, çünki müxtəlif meyvələr var ki, onlar ithal olunur, bizdə yetişmir. Amma ixracda kifayət qədər böyükdür, haradasa 600 min tona yaxın. Mən qeyd etdim ki, biz fındıqçılıq üzrə dövlət proqramı qəbul etdik. Ondan sonra fındıq bağları geniş vüsət almışdır. Və bugün biz qoz fındıq istiqaməti üzrə 84 min ton məhsul yetişdiririk, 30 min ton da ixrac edirik. Və bu istiqamət üzrə biz dünyada 3-cü, 4-cü yerdə qərarlaşmışıq. Üzüm istehsalı, özümüzü təmin etmə misalı 92%. İstehsal 211 min ton, ithal 28, ixrac da var, ixrac da 10 min. Mal əti 84% özümüzü təmin edirik. 30 min ton ithal edilir. 150 min ton daxili istehsal. Quş əti 82%. 147 min ton istehsal, 32 min ton ithal. Qoyun keçi əti 94%, istehsal 88, ithal 5 min ton. Yumurta 2 milyard 340 min ədəd istehsal olunur, ithal yoxdur, ehtiyac yoxdur. İxrac isə 90 milyon ədəddir. Balıq və balıq məhsulları 81%. Təminat 23 min ton ithal. İxrac 7. Bitki yağları özümüzü təmin edirik 52%. Kərə yağı 62%. İstehsal 26, ithal 20, ixrac 4 min ton. Çay 86%. İstehsal 11 min ton, ithal 2,5 min, ixrac 1000 tona yaxın. Duz özümüzü təmin edirik, ixrac edirik 20 min ton, daxili istehsal 80. Un 95%, daxili istehsal 1 milyon 364 min ton, ithal 95, ixrac 28. Makaron məmulatları daxili istehsal 34 min, ithal 18, ixrac 14 min ton, ümumi təminat 89%. Şəkər 102% özümüzü təmin edirik və 96 min ton ixracımız var. Bu rəqəmləri mən qeyd etdiyim kimi investorlar üçün səsləndirirəm və onları dəvət edirəm ki, bax bizdə bugün ithal olunan məhsulların istehsalına onlar töhfə versinlər.